İşsizlikdən söhbət eləyirlər. İş var, işləyən yox. Ali təhsil bəs eləmir. Ali təhsil sadəcə diplom verir. Gedib kurslara yazılırlar. Bu podkastı izləyənlər iş tapa bilər. Təbii ki. Ki sizə DM vasitəsilə məlumat göndərildi. Düzgün sistem qurandan sonra bir əldə 5 dəqiqə tuta bilərsiniz. Atalar sözünü səhv çıxardıq. Məhsul mənə nə qatacaq? Bunu bilmirlər. Reklam öz işini görüb. Sən mənə dürüst olmalısan. Marketinqlə reklamın fərqi varmı? $100 pul ayırır reklama, $500 qazanc əldə etmək istəyir. Komandamı dost tanışdan qurmayım. O müştəri bizə onu deyəndən sonra biz o müştəridən işləmirik. Ki premium məhsullarda ümumiyyətlə qiymət qeyd olunmur. Çünki strategiya düzgün olduqdan sonra, vaxt məsələsini gözlədikdən sonra satış etməmək mümkün deyil. Protox. 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 Bu yayımı 24/7-nin və Ikona Az Dizayn şirkətinin baş sponsorluğunda izləyirsiniz. Salam Protox izləyiciləri. Bu gün qonağımız Markod Medianın qurucusu, rəhbəri Aslan Qəhrəmanovdur. Salam Aslan bəy, xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyir. İlkin növbədə sizə belə bir maarifləndirici layihə ilə bağlı təşəkkürümü bildirirəm. Eyni zamanda sizin komandanıza təşəkkür edirəm ki, çox gözəl bir layihədir. Həm insanları maarifləndiririk, həm söhbət edirik. İnsanlar da buradan bir nəticə çıxartmağa, özlərinə bir roadmap xəritəsi çıxartmağa çalışırlar. Dəvət elədiyiniz üçün çox sağ olun. Sağ olun ki, bizi kırmadınız, gəldiniz. Biz də istəyirik ki, iş tapmaq istəyənlər, peşəkarlar, ümumiyyətlə biznes qurmaq istəyənlər bizim podkastımızı izləsinlər, biraz məlumatlı olsunlar. İlk öncə Aslan bəy, ola bilər ki, izləyicilərimizdən sizi tanımayanlar olsun. Sizi tanıyaq. Aslan Qəhrəmanov kimdir? Markod Media nədir və nə zaman qurulub? Aslan Qəhrəmanov daha çox belə deyim, peşəkar layihələrlə, hansı ki, öz təcrübələrini, daha çox milliyyəti, Azərbaycanda olan sahibkarların inkişafı üçün, Azərbaycanda olan marketinqin, proqram tərəfinin, IT tərəfinin inkişafı üçün müəyyən layihələri ərsəyə gətirən bir şəxsdir. Yəni mən burada əslində Aslan Qəhrəmanov deyildi, Aslan Qəhrəmanovun ərsəyə gətirdiyi layihələrlə ön plana çıxmaq istəyirəm. Əsas məqsədim də budur, həm komandamın, həm şəxsi olaraq əsas məqsədimiz istəyirik ki, ərsəyə gətirdiyimiz layihələr dünya üzərində həm şirkətlərin, həm Azərbaycan üzərində şirkətlərin böyük bir qisminə xeyir versin. Yəni məsəl üçün mənim bir layihə ideyam varsa, sizə müraciət edirəm. Siz bu layihəni həyata keçirirsiniz. Komandamızla reklam işlərini, texniki işlərini, hər bir şeyini siz edirsiniz. Bəli, tamamilə doğrudur. Biz ümumiyyətlə şirkətlərin bizə müraciəti əsasında həm reklam xidmətlərini, həm marketinq xidmətlərini, həm IT xidmətlərini həyata keçirərək onların şirkətlərində, bizneslərində, markalarında dəyər yaratmağa çalışırıq. Bəs məsəl üçün mən indi sıfırdan misal çəkdim ki, mənim ideyam var, müraciət edirəm. Tutaq ki, mənim bir ideyam olub, mən bir komanda ilə işləmişəm, belli bir səviyyəyə gəlmişik, amma elə də ürəyimcə deyil. Elə olduqda yenə sizə müraciət edə bilirəm. Təbii ki, bizim üçün fərqi yoxdur. Biz ümumiyyətlə şirkətlərin sıfırdan qurulması olsun, onların hansısa bir başqa şirkətlə işləyəndən sonra bizə müraciət edib bizlə işləməyə olsun. Hər bir halda biz onlara müəyyən bir xidmət göstərməyə hazırıq. Komanda qurmaqdan bəhs etdiniz Aslan bəy. Siz komanda qurarkən diqqət edirsinizmi ki, komandamı dost tanışdan qurmayım, peşəkarlardan qurum və ya komandanızı dost tanışla qurmaqdan çəkinirsinizmi, çəkinmirsinizmi? Bu barədə fikriniz nədir? Əslində çəkinmək deməyək, çünki burada belə bir məsələ var. Dost tanış içərisində də peşəkar bu işlə məşğul olan şəxslər ola bilər. Amma əsasən burada dost tanış, yəni belə deyək, şəxsi münasibətləri, o duyğu münasibətlərini ön plana çəkmək lazım deyil. Əsasən burada işdə hansı daha xeyirli olacaq, hansı şəxs daha yaxşı xeyir verəcək, hansı daha yaxşı işləyir və işinin peşəkarıdırsa, o insanla işləməyi daha üstün tuturuq. Bu zaman artıq bizim dost tanışımız da ola bilər, ayrı bir insanlar da ola bilər ki, biz onun şəxsinə yox, onun gördüyü işə dəyər veririk. Siz orada sərhədləri necə müəyyən edirsiniz? Tutalım bir peşəkardır, həm də sizin dostunuz. Deyirsiniz ki, bundan yaxşı işi görən olmayacaqdı, qoy elə bunu işə götürüm. Bu mərhələdə həm rəhbər kimi, həm dost kimi münasibətləri necə sərhədləyirsiniz ki, bilirsiniz necədir, rəhbər işçisinə iş tapşırmalıdır. O işini görməyəndə onu da anlamalıdır. Amma bu əsnada sizin dostluğunuz da zərər görə bilər. Yəni bunu necə müəyyən edirsiniz? Əslində hər bir şirkət üçün bu keçərlidir, hər bir rəhbər üçün keçərlidir. Hətta rəhbərlərdən kənara əməkdaşlar üçün belə keçərlidir ki, iş zamanı sadəcə iş danışılsın. Yəni bura müəyyən münasibətləri, dostluq münasibəti və yaxud digər münasibətlər qatmağın heç bir mənası yoxdur. Çünki bir iş görürüksə, bu işin əsas məqsədi onun peşəkar səviyyədə həyata keçirilməyidir. Bu zaman dediyim kimi dostlar ola bilər. İnsanların ətrafında onun iş yoldaşları ola bilər. Uzun müddət bir yerdə işləyən insanlar ola bilər ki, 10 il, 15 il iş yoldaşıdırlar. Artıq aralarında bir dostluq yaranıb. Dostluqdan işə gəlmək var, bir də işdən dostluğa keçmək var. Yenə də eyni zamanda rusların bir sözü var. Slujba, drujba. Yəni bizim dilə çevirəndə iş zamanı iş danışılmalıdır. İşdən çıxdıqdan sonra dostluq olmalıdır. Bizdə də eyni qaydada, yəni mən dostlarımla belə olsa iş mühitində, ofis daxilində, əgər mən rəhbərəmsə, o rəhbərdirsə və yaxud mən əməkdaşam, əməkdaşdırsa, biz işimizi görürük, işimizi yüksək səviyyədə təhvil veririk. Artıq ofisdən kənara çıxdıqdan, iş saatımız bitdikdən sonra dostluğumuza davam edirik.
Amma sizdə yaxşıdır da ofis var da. Bir də bunun freelance hissəsi var ki, o biraz daha qəlizdir. WhatsApp-dan danışırıq. Biz indi bir başqa qrup açası bilmərik axı ki, gəl burada sadəcə iş danışaq. Orada hamısını danışırıq, aləm deyir bir-birinə. Əslində bunu zamanla tənzimləmək olur. Yəni hal-hazırda bizim belə deyək, 4 ildir bu işlə məşğuluq. 4 il ərzində bizim remote olaraq işlədiyimiz də olub, freelance olaraq işlədiyimiz əməkdaşlar da olub, dostlarımız da olub, tanışlarımız da olub. Amma əsas məqsəd burada gördüyünüz işin, qatdığınız dəyərin nə səviyyədə olmasıdır. Yəni biz məsəl üçün qrup açırıq. Okay, qrup daxilində söhbətimizi edirik, orada müəyyən işlər görürük. Elə qruplarımız var ki, bizim əyləncə qruplarımızdır. Yəni bu bizim əməkdaşlar daxilində olsun, dostlar daxilində olsun. Mən ümumiyyətlə iş mühitindən danışıram. Əyləncə qruplarıdır. Burada bəzən işdən sonra deyək, iş daxilində olsun deyə müəyyən bir fasilə vaxtlarında müəyyən bir kəpslər atılır, müzakirələr olur. Həmçinin iclaslar daxilində məsəl üçün bizim onlayn iclaslarımız olur ki, orada müəyyən bir vaxt olur. O vaxt ərzində biz müəyyən bir söhbətləri də həyata keçiririk. Yəni tam olaraq real bir iş mühitindən kənara çıxıb normal bir münasibətləri də həll etməyə çalışırıq. Yəni bu əslində balanslı olduğu halda heç bir problem yaratmır. Çünki şirkət var ki, sadəcə olaraq işə fokuslanır. Dəstəklədiyim bir yanaşma deyil. Hansı ki, rəhbər şəxs belə deyim, əməkdaşlarla çox məsafəlidir. Məsafəli olduğu üçün də avtomatik olaraq bu insanlar arasında bir soyuqluq yaranır və sadəcə olaraq münasibət nə olur? İş münasibəti. İş münasibəti də nə vaxt olur? Əmək müqaviləsinin bitdiyi vaxta qədər. Yəni o müqavilə bağlanırsa və yaxud belə deyək, kağız üstündə olsun, dil üstündə olsun, əldə olsun, fərqi yoxdur. Bu bağlanırsa, müqavilə bitənə qədər münasibət davam edir. Amma daha çox səmimi olmaq lazımdır. İnsanlarla belə deyim, daha yaxın olmaq lazımdır. Çünki hər bir insanın daxilində müəyyən məsələlər olur, müəyyən problemlər olur. O insanlardan rəhbər şəxsin də xəbəri olmalıdır və bilməlidir ki, məsəl üçün bu əməkdaşın müəyyən bir məsələdə problemi var. Onun üzərinə getmək, ona yüklənmək olmaz. Biz məsəl üçün bu məsələləri həll etmək üçün, həmçinin iş məsələlərimizi də ayrıca olaraq balanslı şəkildə aparmağımız üçün belə bir sistem qurmuşuq. Hər birini balanslı şəkildə həll edirik. Siz düşünürsünüz ki, rəhbər soyuq və məsafəli olmamalıdır. Bəs bu hallarda işçilər bunu istifadə edə bilərlərmi? Yenə bu da zamanla baş verən bir şeydir. İnsanları tanımaqdan asılıdır. Təbii ki, hər bir insanı biz işə götürən zaman bilmirik nə tip bir insan olduğunu. Amma zaman keçdikcə artıq o insanla bir bağ yaranır və təbii ki, davam etmək istəyən insan, sizə həqiqətən xeyir vermək istəyən insan və həqiqətən də belə deyim, işinə fokuslanan insandan elə bir problem yaşanmır. Və müəyyən bir vaxt ərzində də bunlar hər biri ortaya çıxdığı üçün, müəyyən bir insanları tanıdığınız üçün, çünki Allah bizdə düz elə problemlər çox yaşanmayıb. Müəyyən bir məsələlər var ki, düzdür, hər bir şirkətdə olur. Amma biz bunların qarşısını çox olğunluqla alırıq. Yəni müəyyən bir iş mühitində necə aparılmalısa biz də onu o şəkildə aparırıq. Deyirik ki, kiminsə məsəl üçün bu məsələdə problemi varsa biz onu həll edək. Amma o insan ondan istifadə etməyə çalışmır. Zaten çalışmağı da düzgün deyil, çünki hər bir şərait ona yaradılır. Bugünkü gün bilirsiniz ki, müəyyən bir əmək qanunvericiliyi var. Bu əmək qanunvericiliyi əsasında hər kəs işləməlidir, xidmət göstərməlidir. Biz də bunun üzərindən bir də yazılmamış qanunlar var ki, biz onlara da əməl edirik. Yəni insanların duyğuları var, insanların pis olduğu vaxtlar var, insanların çətinlikdə olduğu vaxtlar var. İş mühiti Azərbaycanda indiki zamanda çox çətindir. Yəni bu müəyyən bir tükənmişliyə gətirib çıxardır insanları, çox yüklənirlər. Hətta belə deyək, freelance olaraq işləyənlər var ki, 9-dan 6-ya qədər işləyirlər, ondan 6-ya qədər işləyib, 6-dan sonra da davam edirlər işləməyə. Belə olduğu halda insanlar artıq tükənməyə gətirib çıxardır və bir müddətdən sonra yorulurlar. Bunlar da zamanənin tələbi olduğu kimi də insanlar da buna diqqət etməlidirlər. Əsasda əməkdaşlar bu sahədə olan, yəni rəqəmsal sahədə. Çünki biz fiziki olaraq yorulmuruq. Biz zehni olaraq yoruluruq. Fiziki olaraq yorulmaq tamam ayrı bir şeydir. İstirahət edə bilərsiniz, amma zehni olaraq yorulmaq insanları artıq tükəndirir. Ağlımızın, beynimizin tam olaraq %100 işlətməyə imkan vermir bizə. Məsəl üçün deyək. Ona görə də biz bunları da balans şəkildə həll etməliyik ki, çox özümüzü yormayaq, çox özümüzü işdən kənara çıxardıb biraz da istirahətimizə vaxt ayıraq. Və eyni zamanda biz bunu şəraitləri yaradırıq. O insanlar da ondan istifadə etmək istəyirsə, təbii ki, müəyyən bir münasibətlər zəminində bu pozulur. Amma onu düz qeyd etdiniz ki, zehni olaraq yorulmanın 9-6-da bitəcək kimi bir yolu yoxdur da, yəni. Bəli, 9-6 keçir, sonra sən yenə zehni olaraq yorulursan, davam edirsən, düşünürsən. Siz qeyd etdiniz ki, Markod Media şirkətlərin, layihələrin marketinq işlərini də görür. Marketinqlə reklamın fərqi varmı? Varsa fərqi nədir? Marketinq deyən kimi ağlımıza reklam gəlir. Yəni burada bir fərq varmı? Çox gözəl sualdır. Ən yaxşı suallardan biri demək olar ki, ən belə deyim, cavablandırması lazım olan suallardan biridir. Çünki Azərbaycan sahibkarlarının əksəriyyəti reklamla marketinqin nə olduğunu bilmir.
Bu kobud çıxsa da deyəcəm, amma bilmək lazımdır. Çünki reklam tamam fərqli bir strukturda yanaşmadır. Marketinq isə çox ümumi bir yanaşmadır. Reklam marketinqin daxilindədir. Marketinq bilirsiniz ki, bir çox sahəsi var. Yəni bunun rəqəmsal marketinqi var, ənənəvi marketinqi var. İndiki dövrdə rəqəmsal marketinq daha aktiv istifadə olunur. Əsasən də bunun ön plana çıxmağı sosial media marketinqidir. Sosial media marketinqi də bizim dediyimiz o BTL məsələsidir ki, hansı ki daha çox sosial media rəqəmsal üzərindən aparılır marketinq strategiyası. Reklam bunun daxilində olan bir şeydir. Amma reklam nədir? Reklam bir məhsulu satmaq üçün insanların qarşısına o məhsulu çıxardır, insanlar ona müraciət edir, o məhsulu alır. Amma burada təbii ki faktorlar var. Qiymət faktoru ola bilər, məhsulun keyfiyyət faktoru ola bilər, şirkət faktoru ola bilər və s. və ilə axır faktorlar ola bilər. Amma əsas məsələ burada marketinqin necə aparılmağıdır. Çünki biz bir məhsulu örnək verirəm, reklama çıxardanda o məhsul insanlara nə dəyər qatır? O məhsul insanlara nə fayda verə bilər? O məhsul insanlar üçün nə edə bilər? Yəni hansı xidməti göstərə bilər? Bu kimi məsələlər, bu kimi suallara cavab tapırıq və bu artıq marketinq olur. Ondan sonrakı vəziyyətdə biz onun satışını həyata keçiririksə, bu artıq reklam olur. Anladım sizi. Azərbaycanda marketinqə olan yanaşma niyə mənfi səviyyədədir? Azərbaycan çünki daha çox məhsulu belə deyim, satım, maya dəyərini çıxardım, gəlir qazanım cismindədir. Amma məsələ nədir bilirsiniz? Bir məhsul çıxardırsınız, bir marka yaradırsınız və bu markanı tanıtmaq üçün müəyyən bir marketinq strategiyasına ehtiyac olur. Və marka birdən-birə formalaşan bir şey deyil. Bu günə qədər dünya üzərində olan qlobal markalar olsun, Azərbaycanda olan markalar olsun, hər biri hal-hazırda da belə müəyyən bir halbuki yəni satışa ehtiyacı yoxdur, reklama ehtiyacı yoxdur. Məsəl üçün müəyyən bir marka var ki, onun hal-hazırda reklamları gedir. Hər bir yerdə reklamları qarşımıza çıxır. Televiziyada olsun, YouTube-da məsəl üçün video izləyən zaman reklamı qarşımıza çıxır. Instagramda paylaşılır, sosial medialarda paylaşılır, reklamlar olur. Amma bu əslində reklam xarakterli deyil. Bu sizə gəlin bu məhsulu alın demir. Sadəcə olaraq onu insanların yaddaşında saxlamağa çalışır. Bu marketinqdir. O desəydi ki, gəlin məndən bu məhsulu alın, bu məhsul falan qədər endirimdədir, bu məhsulda belə bir məsələ var. Siz deyəcəksiniz ki, hə, mən gedib bu məhsulu alıram, artıq reklam olacaqdır. İnsanlar da düşünür ki, mən ancaq reklama pul xərcləyim, müəyyən bir satış əldə edeyim. $100 pul ayırır reklama, qarşılığında $500 qazanc əldə etmək istəyir. Amma düşünmür ki, yaxşı, $500 sən necə qazanacaqsan? Niyə görə insanlar o məhsula bu qədər pul versinlər? Örnək verirəm. Ucuz da ola bilər, baha da ola bilər. Yəni 1 qəpik belə olsa, bu məhsul üçün bir dəyərdir. Amma məhsula niyə görə dəyəri verim mən? Məhsul mənə nə qatacaq? Bunu bilmirlər. Bunu araşdırmaq istəmirlər. Sadəcə gəlir deyir, bizim məsələn yanaşmamızda müştəri gəlir deyir ki, sizdə biz istəyirik ki, bizi reklam edəsiniz. Bizim məhsulu reklam edəsiniz. Okay, reklam etdik. Biz ona müəyyən bir dəyər biçdik, müəyyən bir kampaniya hazırladıq. Reklama getdi və müəyyən müraciətlər gəldi. Müştəri sual verir qiymətini. Sadəcə qiymət soruşur. Amma müştəriyə biz onu desək ki, bu məhsul, bu xidmət sənə bunu qatacaq. Bu yoxdur, bu olmalıdır. Buna görə sən bunu almalısan. Bu zaman müştəri artıq qiyməti soruşmaqda sadəcə olaraq müəyyən bir məsafə qət etmək üçündür. Artıq orada alma faizi dediyimiz satış faizi artmağa başlayacaq. Yəni bugünkü zamanda insanların da biz partnyorluq etdiyimiz şirkətləri anlatmaq istədiyimiz budur. Siz marketinqə fokuslanın və marketinq 1 aylıq, 1 günlük bir şey deyil. Marketinq uzun zaman tələb edən bir mövzudur. Reklam daha birbaşa anlayışdır, marketinq isə brendləşmə və daha uzun müddətli bir anlayışdır. Tamamilə. Aslan bəy, markaların marketinqə, reklama böyük bir büdcə ayırmağının və nəticə almamağının səbəbi nədədir bəs? Agentlər mi yaxşı işini görmür, yoxsa büdcə çox ayrılır amma elə də çox deyilmi? Nəyə görə bu belə olur? Hər ikisi. Hər ikisi. Hətta digər faktorlar da var. Əsas məsələ ümumiyyətlə marketinqin məqsədi, reklamın məqsədi daha az xərclə, daha çox satış əldə etməkdir. Düzgün strategiya quranda bunu əldə etməyə fokuslanırıq. Amma burada həm müəyyən, bilirsiniz, Azərbaycanda hal-hazırda en qədər agentliyi var. En qədər bu işi görən şəxs var, hətta komanda var. Və bu belə olduğu halda insanlar düşünür ki, hə, filan kəsə 100 manat, 200 manat, 1000 manat verdimsə mənim satışımı artıracaq. Okay, bu 100 manatı deyə bilər bunu, açıq bazarda 1000 manatı deyə bilər. Amma məsələ burdadır ki, hansı strategiya ilə sizə qazanc əldə etdirəcək. Siz $100 xərc çəkib 50 müştəri əldə edə bilərsiniz, örnək verirəm. Amma $50 xərc çəkib 50 müştəri əldə edə bilərsiniz. İkisinin arasındakı fərq odur ki, siz birində 2 qat xərc çəkirsiniz, birində isə elə xərc çəkdiyiniz qədər müştəri müraciət əldə edirsiniz. Digər bir mövzu satışdır artıq. Hə, satış burada təbii ki, agentliklərə, şəxslərə aid bir şey deyil. Şəxs dediyim, yəni bizim kimi bu işi görən reklam marketinq agentliklərinə aid bir mövzu deyil. Çünki satış tərəfi artıq özlərindən asılı olan bir şeydir. Yəni o müştərini hansı tərəfdə qarşılayacaq, necə satış edəcəksə bu odur. Bizim məqsədimiz müştəriyi ora yönləndirməkdir. Potensial müştərini tapmaqdır. Bizim əsas məqsədimiz budur.
Digər tərəfdən suallarınızdan digər odur ki, bəs necə olur ki, məsəl üçün niyə satış əldə eləmirlər? Birinci növbədə bazar araşdırmasını yüksək səviyyədə etmək lazımdır. Marketinqin əsas mövzularından biri bazar araşdırmasıdır. Bazar araşdırması edəndə rəqabət artıq çıxır ortalığa. Biz bilirik ki, mən bu gün filan bir məhsul satıram. Məsələn, bu məhsulu mən satıram. Bu məhsuldan Azərbaycanda neçə nəfər istehsal eləyir? 5 nəfər. 5 nəfər bu məhsulu istehsal eləyirsə, deməli artıq mən 5 nəfərlə rəqabət aparıram. 5 nəfərdən biri ucuz verə bilər, biri baha verə bilər, biri orta qiymətə verə bilər. Mən hansı qiyməti strategiyasını burada göstərəcəm? Eyni zamanda yüksək qiymətə verirəmsə, niyə yüksək qiymət olduğunu da artıq tapmalıyam ki, nəyə görə məndə məhsul yüksək qiymətədir? Okay, mənim məhsulum çox keyfiyyətlidir. Digərlərindən qat-qat keyfiyyətlidir. Ona görə də onun maya dəyəri çox yüksəkdir və marjası da o zaman yüksəlməyə başlayır. Okay, bu da qaydasındadır. Tamam, bunu müştəriyə çatdırmaq, bunu izləyiciyə çatdırmaq artıq reklam və marketinq tərəfdir. Reklam və marketinqi düzgün strategiya ilə quranda o istəyir olsun 2 qat baha. Artıq siz onu satacaqsınız. Azərbaycanda da ən çox problem bundadır ki, birinci növbədə hər kəs elə pul qoydum, satış əldə edeyim. Xərc çəkdim, satışım niyə olmadı? Çünki strategiyaya baxmırlar. Sadəcə A və B nöqtəsinə baxırlar. A ilə B-nin arasındakı xəttə baxmırlar. Bəli, yəni marketoloqdur, SMM-dir, sənin məhsulunu satmaq məcburiyyətində deyil. Satış onların üzərində deyil. Çox vaxt insanlar bunu səhv salırlar. Bəli, təbii ki. Reklama da çox ödəniş yatıracağını düşünür və düşünür ki, hər şey düzələcək. Onlar satış mütəxəssisi tapmalıdırlar əslində. Yəni səhv yönəliblər. Yoxsa onlara nə lazımdır belə deyək ki, məhsulunu satmaq üçün? Satış tərəf tamam ayrıdır. Yəni belə deyək, bir komandanın daxilində satış mütəxəssisi də olmalıdır. Reklam mütəxəssisi də olmalıdır, marketinq mütəxəssisi də olmalıdır. Amma necə olur bu? Reklam və marketinq mütəxəssisi müəyyən bir strategiya üzərindən sizə müraciət etdirir. Sizə müştəri yönləndirir. Müştəri sizə müraciət edir. Mağazaya gələ bilər, yəni belə deyək, fiziki formada, Instagram müraciət edə bilər, zəng yolu ilə müraciət edə bilər. Bu zaman artıq satış mütəxəssisləri, satış departamenti mövzuya daxil olur, ona satış etməyə çalışır. Çünki niyə? Biz nə edirik? Biz deyirik ki, bu insanın bu məhsula ehtiyacı var. Bu insan müraciət edir. Bu məhsula ehtiyacı var. Okay. Məhsula ehtiyacı varsa, bu zəng eləyir və deyir ki, sizdə bunun qiyməti neçədir? Çünki sizdən əlavə bir neçə yerə müraciət eləyir baxır. Soruşur bunun qiyməti neçədir? Hə tamam, qiymətini dediniz. Qiymətini deyəndən sonra müştəri hə sizinlə əlaqə saxlayacağam deyib gedir. Hə tamam, bu artıq necə olur? Bu hər kəsin eləyə biləcəyi bir mövzudur. Mən də eləyə bilərəm, siz də edə bilərsiniz, digərləri də edə bilər. Şirkətin hər bir rəhbərinin özü də edə bilər. Aparıb boş yerə satış mütəxəssislərinə maaş verməz. Amma bunun qiymət soruşandan sonra sizdən o digər 5 nəfərdən deyil də, gəlib sizdən almasının səbəbi satış mütəxəssisidir. Satış mütəxəssisi artıq yüksək səviyyədə satış etməyə bacardıqda, o məsul müştəri sizdən alır. %100 olmaya bilər ki, yəni 100 müştərinin 100-ü sizdən alsın. Ən azından ortalama faizimiz artmağa başlayır. Zaten bazarda budur. Yəni bir tərəf çox satış eləyib, digəri az satış eləyir, amma biri ümumiyyətlə heç eləmir, söhbəti yoxdur. Onda satış eləməyi var. Bu zaman nə olur? Reklamdan əlavə komandanın daxilində rəqabət başlayır. Mənim komandam niyə görə az satış eləyir, digərinin komandası çox satış eləyir. Bəs gəlib onu soruşan adam varsa, bu artıq marketinq komandasının bacarığı demək deyil. Yəni marketinq komandası üzərinə düşəni edib. Sadəcə burada satış yoxdur, satış edən tərəf yoxdur. Yəni zəif olan tərəf odur. Amma belə baxanda reklam öz işini görüb, gəlib insan soruşub, maraqlanıb, qiymətini öyrənib. Bəlkə indi orada qiyməti daha bəzəkli demək lazım idi, bəlkə qiyməti deyərkən məhsulun üstünlüklərini vurğulamaq lazım idi. Bunu edən adam olmayıb, məhsul qalıb. Bəli. Yəni bizdə ümumiyyətlə elə bir müştəri olub ki, biz ümumiyyətlə müştəri anlayışında səbr istəyirik. Səbirli olun. Çünki əgər bu sahəyə daxil olub bir sahibkar kimi biznes qurub bu işi görən insanlar olsaydı, elə bir günə satış eləyib milyonlar qazanan insan olsa da hamı sahibkar olardı. Bəli. Bu zaman nə olur? Səbirli olmaq lazımdır. Çünki strategiya düzgün olduqdan sonra, vaxt məsələsini gözlədikdən sonra satış etməmək mümkün deyil. Hə, satış tərəfdə problem varsa, artıq dediyim kimi bizim bir müştərimiz var idi. Bizə dedi ki, bəs reklam əladır, superdir. Biz reklamı düzəldirik, amma satış olmur. Biz dedik ki, sizin satışınızda problem var. Reklam o zaman əladır ki, sizə insanlar yazır, müraciət edir. Və yazan insan nə ilə bağlı yazır? Yazan insan deyir ki, mənə bu məhsul lazımdır. Demir ki, bu məhsulu görmüşəm, amma bu məhsul lazımdır. O da deyir ki, yox, məndə yoxdur. Sizə deyir ki, mənə bu məhsul lazımdır. Lazımsızsa satmalısınız. Çünki ehtiyacı var. Tələb, təklif söhbəti var. Tələb bazarda yaradılıb. Misal üçün, bu məhsula tələb yaradılıb. İnsanlar məhsulu axtarır, araşdırır, almaq istəyir. Amma necə alsın? Satış eləməyə bacarsaz, satacaqsınız. Bacarmayarsınız, satmayacaqsınız.
Aslan bəy, bir çox insanı narahat edən bir mövzu var ki, deyir ki, mən qiyməti soruşuram. Rəylərdə yazırlar ki, sizə DM vasitəsilə məlumat göndərildi. Mən özüm şəxsən o DM vasitəsilə məlumat göndərilən yerlərdən çox da alış-veriş eləmirəm. Yəni mən baxıram harda qiymət yazılıb üstündə, onlara yazıram, deyirəm ki, bunu göndər ya da göndərmə və s. Sizcə bunlardan hansı üstünlükdür? Düzdür, başa düşürəm. Deyir ki, artır da orada engagement artır, yəni etkiləşim artır, yazmalıdırlar, bizə də səhifənin aktivliyi vacibdir və s. və s. O açıdan başa düşürəm, amma o insanlar, o səhifələr mi daha çox satış edir, yoxsa qiyməti birbaşa yazanlar mı? Belə deyim, bu yeni nəslin, hansı ki son dövrlərin artıq strategiyasıdır və düzgün strategiyadır. Səbəb nədir? Siz qiymət yazsaz, bu qiymət təbii ki sizə çox müraciət gətirəcək və dəqiq müraciət gətirəcək sizə. Çünki insanlar artıq niyə görə müraciət edir? Qiymətini soruşmaq üçün əksər hallarda və qiymətini soruşmaq artıq sizin belə deyək satışınızın müraciətlərini artırır. Qiymətini soruşurlar, qiymət biləndən sonra bunun 50%, 30% almaya bilər və yaxud ala bilər. Okay, bunu qoyduq kənara. İndiki mövzuda nədir? Rəqabət məsələsidir. Bazarda bilirsiniz ki, sizin bu işi görən başqa şirkətləriniz də var. Yəni başqa rəqibləriniz də var. Bu zaman siz o qiyməti oraya yazırsınız, bazar araşdırmasına çıxırlar. Mən bu gün sizin gördüyünüz işi, məsəl üçün siz belə bir şirkət qurmusunuz, şirkət daxilində xidmət göstərirsiniz. Bu xidmətin bir dəyəri var. Bu xidmətdən mən də qurmaq istəyirəm. Çıxıram bazar araşdırmasına. Zəng edirəm, soruşuram. İndiki zamanda elədir. Zəng edirəm, soruşuram sizdən, bir məlumat alıram ki, müştəri kimi. Qiymət neçədir, saat neçədə olur, neçə saatdır, filan məsələdir, niyə belədir, niyə bu məhsulda var. Bunların hamısını soruşuram, məlumat toplayıram və gedib o şirkəti qururam. O məhsulu mən də istehsal edirəm və yaxud o məhsulu mən də satmağa başlayıram. Amma qiymət olduğu zaman sizə zəng eləmirlər, elə birbaşa girirlər, axtarırlar, araşdırırlar ki, hə qiymət yazılıb üzərində, bu məhsulun qiyməti burada filan qiymətədir. Dropshipping bilirsiniz də hal-hazırda. Niyə insanlar gedib Amazona baxır, görür ki, məhsul filan qiymətədir. Gedib baxır ki, eBay-də filan qiymətədir, Trendyolda filan qiymətədir, başqa bir mağazada filan qiymətədir. Belə olduğu halda bu da öz belə deyim bazar araşdırmasını yekunlaşdırmış olur və özünə bir dəyər biçmiş olur. Öz markasına bir dəyər biçmiş olur. Bunun qarşısını almaq üçün insanlar qiyməti ləğv edirlər. Plus müraciət sayını artırmaq da var, təbii ki. Müraciət sayını artırmaq da nəyə görədir? İnsanlar müraciət etdikdə o onların bazasına yazılmış olur. Yəni mən artıq bir şirkətə müraciət edirəm. Mənim artıq adım, soyadım, nömrəm, əgər belə deyim WhatsApp və yaxud hansı bir nömrə yolu ilə əlaqə saxlamışamsa, e-mailim onların bazasında qalmış olur. Buna da müştəri bazası yaranır. Bəli. Və bu zaman nə olur? Müştəri bazasına həm təkrar hədəfləmə, retargeting dediyimiz məsələ var. Reklamlar verilir daha az büdcə ilə. Həm də o müştəriyə sabah 6 ay sonra, 3 ay sonra zəng edilir və xidmət yenidən təklif olunur. Məhsul yenidən təklif olunur. Bu zaman artıq həmin müştərinin alma ehtimalı çoxalır. Anladım. Düzdür, bazar araşdırması biraz məntiqsiz gəlir. Nə baxımdan? İnsanlar da elə bunu deyirlər ki, DM-də də yazıb soruşa bilərəm. Elə tutalım, mən bir eyni məhsulu satışa çıxarmaq istəyirəm, rəqibimi araşdırmaq istəyirəm, yazıb soruşa bilərəm adi bir insan kimi, alıcı kimi və s. Amma bunu düz deyirsiniz ki, müştəri bazası yaranır. Onunla bağlı da bir şey deyim. Fikir verirsiniz, son zamanlar müraciət edəndə sizə deyirlər ki, əlaqə nömrənizi verin. Bəzən və yaxud gəlin bir də görüşək. bir neçə dəfə soruşuram. Məsələn, eyni tutalım toxum mağazasında bir neçə dəfə soruşuram. Almayanda artıq deyirlər ki, sən alıcı deyilsən, sadəcə qiymətlə maraqlanırsan. Halbuki qiymətə uyğun gəlməyib onun, o birinin və s. Yəni bazar araşdırması etmirdim mən orada çox məsumca. Sadəcə almaq istəyirdim. Tanımırlar sizi və deyirlər ki, 100% bazar araşdırmasısınız. Əslində yəni bu daha belə xırda şirkətlər üçün deyil, daha xırda məhsullar üçün deyil. Böyük şirkətlər bunu yüksək səviyyədə aparırlar. Amma dediyim kimi burada belə bir məsələ var. Siz onlara yazırsınız və deyirlər ki, gəlin görüşək. Bugünkü gün Azərbaycanda böyük şirkətlərin, demək olar ki, əksəriyyəti, hansı ki bu məhsul sektorunda deyil, yəni produkt tərəfində deyil, xidmət sektorunda çoxdur. Çağırırlar, gəlin üzrə görüşək. Çünki üz-üzə görüşəndə o insandan avtomatik olaraq satış həm üz-üzə görüşməyi satışı artırır. Çünki üz-üzə görüşmək emosiyanı yüksək səviyyəyə qaldırır. Danışıq səviyyəsində insanlar bir-birini anlamağa çalışır. Yəni mesaj təbii ki, emosional deyil. Əlbəttə mesajla sata bilmədiyim bir şey üz-üzə daha rahat satır. Bəli, təbii ki, bu satış mütəxəssislərinin əsas belə deyim funksiyası. Hiləsidir. Amma dediyim kimi, məsələn, qiymət soruşurlar, artıq çox adam qiymət demir. Sadəcə məhsulsa qiyməti göndərir, o problemi deyil. Amma xidmətdirsə, zəhmət olmasa əlaqə nömrənizi verin, sizinlə əlaqə saxlayaq. Gəlin, görüşək. Biz gələk, görüşək. Yəni belə bir təkliflər edirlər ki, o müştərinin həqiqətən real olduğunu bilsinlər. Çünki bazar araşdırmasından çıxan bir insan gəlib görüşməyəcək. Yenə də görüşmək üçün bir deyim, vaxt təyin eləməyəcək. Görəcək ki, bu insan buna qiymət demir, buna bir məlumat vermir, sağlaşacaq, çıxıb gedəcək. İnsanlar artıq bunu başa düşürlər. Yəni marketinq tərəfindən bunu başa düşüb buna uyğun təklif edirlər.
Amma mən də yəni almayacağım bir şey üçün, hətta almayacağım bir xidmət üçün belə durub görüşə getmərəm. Yəni kimsə desə ki, görüşə deyirəm ki, yəni sonra baxarıq. Təsəvvür edin ki, kimsə bizə podkast çəkilməsi üçün müraciət edir. Mən də deyirəm ki, gəlin görüşək, qiyməti danışaq. Bir görüş podkastdan əvvəl, bir görüş podkast vaxtı, yəni gərəksizdir axı. Məncə ona birbaşa şərtləri demək daha yaxşıdır. Məsələn, premium məhsul satmağa çalışırıq. Biz orada qiyməti qeyd edə bilmərik də. Çünki mənə elə gəlir ki, premium məhsullarda ümumiyyətlə qiymət qeyd olunmur. Əgər qiymət bazarda dəyişən qiymətdirsə, qeyd olunmur. Örnək verirəm, bazar bugünkü gün dəyişən bir bazardır. Yəni bu gün bir məhsul falan qiyməti olur, 3 ay sonra başqa bir qiyməti olur. Amma məhsulu insanlar çıxardır, qiymətlə verirsə, siz görürsüz ki, bu məhsulun qiyməti budur. Və siz avtomatik olaraq bu sizin şüur altınızda qalır ki, bu məhsul bu qiymətədir. Ən azından bu civardadır. Yəni misal üçün deyək, 30-40 manat civarında bir məhsuldur. Sonra bir gün o məhsulun qiyməti qalxır və bilirsiniz də rəqabətə görə də qalxanda qiymət hər birində qalxmağa başlayır. Amma yaxın olur bir-birinə. Qalxır, baxırsınız ki, 3 ay əvvəl 30 manata, 40 manat olan bir məhsul indi 50-60 manatdır məsəl üçün. Yəni niyə? O sizə qiyməti orada yazsa, sabah bir gün o belə deyək, sosial media üzərindən götürək də, post paylaşılır və yaxud video çəkilir. Video üzərində qiymət deyilir. Yazılır məsəl üçün 30 manat. 3 ay sonra o videonu istifadə edə bilməyəcəyik. Biz artıq gələcəyi də düşünərək, məcburdur yeni bir video çəksin. Amma yeni video çəkəndə də artıq köhnə videolar səhifədə qalır və insanlarda biraz güvən əksiliyi ki, elə bu insan nə oldu 3 aydan bir qiyməti artırır. Biraz da güvən məsələsinə görə insanlar qiyməti qeyd eləmək istəmir. Məcbur deyən vasitəsilə öyrənəcəyik artıq. Biraz da Markod Media ilə bağlı suallar verək. Məsəl üçün Markod Media necə formalaşdı? Mənim əsas işim proqramlaşdırma mütəxəssisidir. Proqramlaşdırma sahəsində öyrənməyə başlayan zaman Markod Media ilə belə deyim müəyyən bir işlər görməyə başladım. Təbii ki, bu sıfırdan qurulmuş bir şirkətdir. Hər hansısa bir investisiyası, hər hansısa bir maddi tərəfi olmayıb. Sıfırdan qurulan, sırf mənim tərəfimdən qurulan bir şirkətdir və mən bunu belə deyim, tam rəsmi formada deməyək də müəyyən bir öz üzərimdə təcrübə qazanmaq məqsədi ilə həyata keçirirdim. Artıq zamanla bu formalaşmağa başladı. Zamanla 3 nəfərlik komanda, 5 nəfərlik komanda, 10 nəfərlik komanda, indi isə 3-də 1 komandaya sahib bir şirkətdir. Əsas məsələ burada mənim hansı bir yol çəkdiyim ki, özümdə mən bunu planlaşdırdım ki, necə edə bilərəm ki, yəni daha çox xeyir formalaşdırım, dəyər formalaşdırım. Həm də özümü belə deyim tanıdım. Yəni mən əslində burada daha çox hər kəsin təbii ki, maddi marağı olur, bu sözsüz. Həm əməkdaşın, həm şirkət rəhbərinin, hətta şirkətin qurulmağının əsas səbəbi ticarətdir. Yəni maddi maraqdır. Amma bazarda bu sahədə həm proqramlaşdırma sahəsində, IT sahəsində, həm də marketinq sahəsində çox böyük boşluqlar var. Yəni bu indi də belədir, bizdən əvvəl də belə idi, bizdən əvvəlkilərdən də əvvəl də belə idi. Hər dəfə boşluq olub. Çünki dediyim kimi, birinci növbədə insanların o tələb təklif məsələsi var. Ki, insanlara o tələbi yaradıblar. İnsanlar artıq onu istəyir. Amma indi başqa təklif eləyirlər. İnsanlar deyir ki, yox bu bizə lazım deyil. İndi nə təklif eləyirlər, əvvəl nə deyiblər? Əvvəl deyirdilər ki, məsəl üçün biz sizə satışınızı artırırıq, amma satış artırmırsınız axı siz. Sizin strategiya qurmaqdır məqsədiniz. Siz o insanın nə satdığını, necə satdığını, hansı yolla istehsal etdiyini bilmirsiniz. Siz sadəcə olaraq strategiya qura bilirsiniz və deyə bilirsiniz ki, mən sənin markanı tanıdacağam. İnsanlar tanıyacaq, pis tanıyacaq, yaxşı tanıyacaq, bu artıq səndən asılı olan bir şeydir. Mənim strategiyam bəllidir. Mən deyəcəm ki, bu məhsul budur. Birinci növbədə yalan danışmamalıyam. Məhsul həqiqətən dəyər verirsə, məsəl üçün bir qida məhsuludur. Mən bunu yalandan durub orada təbiidir falan yazmalı deyiləm də. Yazmalıyam ki, bu məhsulun daxili 100% təbiidir. Təbiidirsə. Və bu artıq nə olur? Mən yazdım. Amma məhsul həqiqətən təbii deyil. Başı çıxan bir insan gəlib baxır ki, yox, bu məhsul heç nəymiş. Nə oldu? Avtomatik olaraq bazarda belə deyim güvən itirməyə başladı. Ən böyük marketinqdə dildən dilə marketinq deyirik. Bu gün mən sizə deyirəm, sabah siz başqasına deyirsiniz, o başqasına deyir. Belə-belə cəmiyyətə yayılmağa başlayır. Mən gəlib sizə deyəcəm ki, filan məhsulu aldım, çox bərbad idi. Siz də gedəsiniz ki, hə, mən məhsuluna inanıram. Filankəs bu məhsulu alıb, deyir yaxşı deyil. O da getdi ona dedi. O buna dedi. Avtomatik olaraq nə oldu? Bazarda dəyər itirməyə başladı. Bazarda güvən itirməyə başladı. Satışlar itdi. Ara yerdə, yəni satışda artırmaq üçün xərc çəkirik. O əvəzində satış itiririk. Çünki niyə? Burada artıq marketinqin bir günahı yoxdur. Amma müştəriyə deyirlər ki, sən nə yoxsan, gətir bizə, biz onu həll edəcəyik. Biz onu yüksək səviyyəyə qaldıracağıq. Biz onun satışını həyata keçirəcəyik. Məhsul barəsində tam dürüst olunmalıdır. Tam dürüst olunmalıdır. Həm məhsul barəsində, həm də xidmət barəsində. Mən müştəriyə deyirəm ki, mən sənə müraciətlərini artıracağam. Sənin həqiqətən sosial mediada, həmçinin rəqəmsal mediada, ümumiyyətlə ənənəvi marketinq olsun, hər bir sahədə mən sənin markanı formalaşdıracağam. Zaman verəcəksən, mən bunu formalaşdıracağam. İnsanlar bu markanı tanıyacaq. Çalışacağam ki, yaxşı tanıdım. Yaxşı tanıtmağım üçün sən mənə dürüst olmalısan. Təbii ki, biz müəyyən bir çərçivələrimiz, prinsiplərimiz var ki, o müştəri bizə onu deyəndən sonra biz o müştərilə işləmirik. İşləmədiyimiz halda kimlə işləyər özü bilər.
Amma o bizə dürüst olur və baxırıq ki, müəyyən bir nüanslar var ki, həll olunmalıdır. Amma bilmir müştəri bunu. Biz onları həll edirik, müştəriyə təklif veririk. Maddi bir belə deyim, mavacib lazımdırsa, onu təklif edirik ki, baxın, burada belə bir səhv eləmisiniz, burada belə bir problem var, bunu həll etmək lazımdır. Və yaxud lazım deyil, sadəcə olaraq müəyyən bir cavabı lazımdır ki, hə, həll eləyək. Elə müştəri var, həqiqətən də dəyər verir belə markasına, özünə. Deyir ki, hə, mən sizə buraxıram, hər şeyi həll eləyim mənim üçün. Mən bu işi ticarəti tərəfini bilirəm. Mən sadəcə onu qarşılıq investisiya eləmişəm. Qalan hər şey sizə. Qalan hər şey sizdədir. Mən bunu səhv eləmişəm vaxtında. 6 ay, 1 il itirmişəm. İndi sizdədir. Deyirik ki, okey, 6 ay 1 il itirmisinizsə, 6 ayda 1 ildə gözləməlisiniz. Çünki siz onu diriltməyə çalışmısınız, amma əksinə öldürmüsünüz. İndi biz onu diriltməyə çalışırıq, 2 qat əziyyət çəkirik. Bu zaman siz bizə bir zaman verməlisiniz. Biz onu tam olaraq ərsəyə gətirək. Ondan sonra artıq bazarda necə ki indi bir də markalar var. Hər kəs tanıyır, müəyyən bir sektorlardır, hər bir sektorun öz daxilində. Eyni zamanda siz də o markalardan öz sektorunuzda tanınmış olacaqsınız. Siz də agentlik olaraq dürüst davranmalısınız da, belə çıxır ki, yəni vaxt barəsində də sizə satış verəcək, verməyəcək, strategiya hazırlayacaq, hazırlamayacaq. Yəni siz tanınacaqsınız, amma satışınız olacaq, olmayacaq və siz də bu barədə dürüst deyirsiniz ki, yəni gözləntiniz bundan başqa olmasın. Bəli, tam dürüst oluruq ki, yəni biz sənə nə verəcəyik, nə vəd edirik. Biz sənə yalandan, yəni maddiyyat güdüb də burada yalandan sənin satışlarını artıracağam, sənə yüksək məvacib qazandıracağam. Yəni necə olur ki, indi burada bir məsələ var. Mən müəyyən bir məbləğ alıram qarşılığında. Bir iş görürəm, xidmət göstərirəm. Bu mənim öz çəkdiyim əziyyətin, yəni mənim komandamın əziyyətinin qarşılığıdır. Okay, mən sənə nə qatacağam? Mən sənə onun vədini düzgün verməliyəm. Sən deyirsən ki, mənim belə bir məhsulum var. Bu məhsulun qiyməti budur. Bu məhsulun mənə maya dəyəri budur. Biz baxırıq ki, hə, okay, bu məhsul hər şey qaydasındadır. Sadəcə satışı yoxdur da. Həyata keçiririk bunu, tələb yaradırıq, təklif veririk və satışını həyata keçiririk. Amma biz bu insana demirik axı sənə milyonlar qazandıracaq. Bu insana deyirik ki, nə qədər reklam büdcən var? Bu qədər. Biz sənə strategiyanı belə qurmuşuq. Reklam büdcəsindən saysan, sən buradan 200 qat xeyir əldə edəcəksən. Amma məndən 10 qat xeyir gözləmə, 5 qat xeyir gözləmə. Gələ bilər, demirəm. Elə bir partlayış ola bilər ki, belə deyə o bizim bu biznesdə deyirlər, partlayış eləyəcəm. Elə bir partlayış ola bilər ki, sən partladarsan və bir qoyarsan 15 götürərsən. Amma bu bizim vəd edə biləcəyimiz bir məsələ deyil. Bəs elə olsa, məsələn, siz özünüzə pay çıxarırsınızmı ki, bax gəldim, mənə reklam verdim, 1 qoydum, 5 götürdüm. Bizə də pay. Bizə də faiz. Əslində əvvəldən danışsaq, belə olur ki, faiz məsələsi var. Yəni iki cür yanaşma var. Var birbaşa olaraq aylıq xidmət müqabilində, var faiz müqabilində. Təbii ki, bu faiz müqabili dediyim kimi sərf edən bir metod deyil. Çünki biz bilmirik axı bu olacaq, partlayış eləyəcəkmi, eləməyəcəkmi, yəni riskə gedirik. Amma siz orada bir əmək qoyursunuz. Yəni. Biz orada əməyin qarşılığı olmalı. Təbii ki, o əməyin qarşılığı olur. Müəyyən bir satış olursa, faiz əldə olunur. Bu xidmətlərimizin daxilindən asılı olan bir şeydir. Satış faiz əldə olunur, amma faizə çox da yanaşmırıq. Sadəcə olaraq, yəni o insan partlayış elədisə, gedib də biz sənə belə partlayış elətdirmişik, bizə bu qədər faiz verməlisən də demirik. Amma eyni zamanda əvvəldən danışdığımız nədirsə, onun üzərindən gedirik. Hə, partlayış eləyibsə, halal xoşu. Aslan bəy, sizin iş əsnasında əməkdaşlarınızla yaşadığınız ən böyük çətinliyiniz nə olub və həmçinin sizin iş əsnasında əməkdaşlarınızdan yüksək qiymətləndirildiyiniz sahə hansıdır, nə olub? Yüksək qiymətləndirim təbii yaxşı tərəfi deyək. Hansı ki, belə deyim, dürüst olmağımdır əməkdaşlara qarşı, həm səmimi olmağımdır. Onlarla bir belə deyim, rəhbər və işçi münasibəti deyil də, hər birimiz əməkdaşıq. Mən sizin kimi əməkdaşım. Çünki yeri gələndə şirkət daxilində bəzi məsələlər, bəzi xidmətlər var ki, onları birbaşa özüm göstərirəm. Bu məsələləri özüm bilmirəm, orada bir əməkdaşam, yəni. Bu sadəcə olaraq mənim qurduğum bir sistem olmasından asılı olmayaraq, mən orada bir əməkdaşam. Mən orada müəyyən bir xidmət göstərirəm. Amma digər tərəfə qaldıqda, hansı ki, çətinliyi baş verən zaman, mən əslində əməkdaşları biz zamanla seçirik. Əməkdaşlarla zamanla tanıyırıq bir-birimizi, onlarla zamanla görürük ki, bu işi görə bilirik, yoxsa yox. Ona uyğun olaraq biz davam edirik və yaxud ayrılırıq. Amma çətinlik ən çox harda baş verir? Müəyyən bir dövr olur ki, o dövrdə belə deyim, çox bayaq dediyimizsə, çox işləyirlər, çox yorulurlar. Təbii ki, müəyyən bir qaydalar çərçivəsində buna izin veririk. Amma müəyyən bir vaxtlar olur ki, bu artıq əlimizdə olmayan bir mövzudur. Çünki iş gözləmir. Biz nə qədər istəsək də iş gözləyən bir mövzu deyil. İş davam eləyir və insanlar yorulurlar. Bu zaman artıq idarə etmə çox çətinləşir. İdarə etmə çətinləşdiyi üçün insanlarla olan münasibətin pozulmamaq üçün əlinizdən gələn hər şeyi eləməlisiniz. Yəni bu
anlıq bir sinir deyirik, anlıq bir sinirlə bir insan bir şey eləyə bilər. Yəni bu mən də ola bilərəm, hansısa bir əməkdaş da ola bilər. Anlıq bir sinirlə mən işdən çıxıram, mən səni işdən çıxardıram, mən yox istəmirəm kimi məsələlər ola bilər. Biz onun olmasına icazə vermirik. Demirəm ki, olur, həll eləyirik. Biz onun olmasına icazə vermirik. Yəni yeri gələndə məsəl üçün mən özüm bəzən əməkdaşlarla zarafat edirəm ki, "Vsyo, bağlayıram şirkəti, çıxıram, gedirəm, qalın burada." Amma məsələn onlardan o sözünü eşitmək istəmirəm və istəyirəm ki, onlar mənə o tərəfdən gəlməsinlər. Okay, başa düşürəm, razılaşıram, deyirəm ki, yəni düzələcək, narahat olmayın, düzələcək. İndi belə çətindədirlər. Müəyyən bir vaxt verirəm ki, gedin istirahət eləyin. Getməyən olur, gedən olur. Yəni öz seçimləridir. Okay, razılaşırıq, gedirlər. Amma dediyim kimi əsas çətinlik bu müəyyən bir vaxt ərzində insanlar gəlir və iş çoxalır. İş çoxaldığı zaman əməkdaş çatışmazlığı olur. Ən böyük problem də bizim yaşadığımız kadr çatışmazlığıdır. Yəni bugünkü gün əməkdaş gəlir, deyirik ki, hə, biz səndən işləmək istəyirik. İntervyu zamanı hər şey qaydasındadır. Çünki insanlar nəzəri bilir. Praktika heç nəyi bilmirlər. Praktika öyrənmək də istəmirlər. Bu zaman nə olur? Bizim əməkdaş qıtlığımız olur. İş çoxdur, əməkdaş azdır. Bir nəfər 5 nəfərin işini görmək məcburiyyətində qalır. Kim məcburiyyətində qalır? Yəni edir demirəm. Məcburiyyətində qalır. Biz ona məcbur eləmirik, amma özüm görür ki, mən bunu etməliyəm də, yəni. Və mən biraz otururuq, iclas eləyirik, toplantı eləyirik, necə eləyək? Deyirlər ki, yəni əslində eləməliyik də. Bunu etməliyik. Bunu edirik, amma məcburuq ki, yəni bir iş belə deyim, o nüans yaranmasın. Onun nüansında yaranmağın ən böyük səbəbi Azərbaycanda olan bu problemdir. İşsizlikdən söhbət eləyirlər, amma iş var. İşləyən yoxdur. Ən böyük problem budur. Mən nəzəri olaraq bilən insanı öyrədə bilərəm praktikaya. Bizdə zaten bu var. Ən böyük cəhətimiz tək bizdə yox, bir neçə şirkətdə var tanıdığım. İnsanlar praktikaya gəlir, öyrənməyə çalışır. Özündən təcrübəli bir insanların yanında, yəni iş baxımından öyrənməyə çalışır. Və öyrənəndən sonra artıq istədiyi bir ücrətdə işləyə bilər. Müəyyən bir əmək haqqına, minimaldan başlayaraq və yaxud müəyyən bir əmək haqqına işləyə bilər. Amma nə olur? İnsan gəlir, baxırsınız ki, öyrənmək istəmir. Mən ali təhsilli diplomla o qədər də müsbət yanaşmıram. Niyə yanaşmıram? Ali təhsil qanun çərçivəsində lazımdır. Diplom ali təhsil qanun çərçivəsində lazımdır. Və müəyyən bir şirkətlər bunu tələb eləyir. Amma yeri gələndə mən elə insanlar tanıyıram ki, mən özüm ali təhsilsizəm. Elə insanlar tanıyıram ki, onun ali təhsilsiz olmasına baxmayaraq biliyi bir çox ali təhsillidən yuxarı səviyyədədir. Yəni siz işə götürərkən bunu bir kriteriya hesab etmirsiniz. Etmirəm. Əsas odur ki, təcrübəsi olsun, praktikada bilsin, işi bilsin, gəlsin deyirsiniz. Həm özəl müəssisə olaraq baxmırıq, həm də yəni mənim üçün fərqi yoxdur onun. Bu insan çünki ali təhsil olmaya bilər, amma işini elə bir şəkildə görər ki, o mənə çox lazımlı kadr olar. Yəni ali təhsil nə edir? Sizə nəzəriyyəni öyrədir. Bu hər bir sahə üçün belədir. Niyə görə Azərbaycanda bu qədər kurs var? Tədris mərkəzi var. Əlavə tədris peşə məktəbləri var. Ali təhsil bəs eləmir. Ali təhsil bəs eləmir. Ali təhsil sadəcə diplom verir. Bəli. Və insanlar o təhsilin daha yüksək səviyyəsini əldə etmək üçün gedib kurslara yazılırlar. Və bu zaman artıq öyrənə bilən öyrənir, yüksək bir mütəxəssisə çevrilir, öyrənə bilməyən isə öyrənmir. Və yaxud kurs deyil də, mənim kimi məsələn marketinqi özü öyrənən insanlar var. Marketinq məsələn proqramlaşdırmada mən belə deyim, özüm də öyrənmişəm, müəyyən bir dəstək də almışam, kurs da keçmişəm, amma marketinqdə mən özüm öyrənmişəm belə bir məsələni. Yaxşı bir marketinq mütəxəssisi olmaya bilərəm, bəlkə də kimlənsə yarışa bilməyə bilərəm. Amma ən azından mənim praktiki tərəfim çoxundan yüksək səviyyədədir. Çünki mən bu işlə 4 ildə məşğulam. 4 ildə bu işin ən belə deyim, pis tərəfini də yoxlamışam, ən yaxşı tərəfini də yoxlamışam, testlər aparmışam, necə həyata keçirmək olar. Tutaq ki, siz öyrənmək istəyən bir işçini işə götürürsüz. Siz onu stajyer kimi işə götürürsüz, az maaşla və s. yoxsa tələbə kimi? Xeyr, tələbə kimi deyil. Tələbə kimi bizim düzdür, Markod Medianın indi belə deyim təhsil mərkəzi də var ki, hansı ki biz orada artıq müəyyən bir vaxtı bazardayıq, müəyyən bir vaxtı bu xidmətləri həyata keçiririk və bu xidmətləri həyata keçirən biri olaraq həmin insanları yetişdirməyə çalışırıq. Yəni bu sahəyə həvəsi olan insanları yetişdirməyə çalışırıq. Amma məsələ nədir? Biz daha çox belə deyək, stajyor kimi yanaşırıq mövzuya. Müəyyən bir əmək haqqı ayrılır, minimal əmək haqqı və əməkdaş işə götürülür, əməkdaş işə götürülüb işlədilmir. Ancaq bizlə işlər deyilmir ona. Məsələn, ona deyilir ki, çünki var bu, Azərbaycanda var. Götürürlər işə, müəyyən bir əmək haqqı verirlər və yaxud vermirlər. Vermədiyi halda bu insanı götürür işə, başlayır bu insandan müəyyən bir xeyir əldə etməyə. Və nə olur? Ən sonunda da müəyyən bir diplomun, sertifikatını əlinə verir ki, buyur, sənin bu sertifikatın 3 ay boyunca, 2 ay boyunca məndən təcrübə qazanmısan, get işlə. Mən səni işə götürmürəm. Bizdə amma necədir? Biz baxırıq ki, bir ilk 2-3 gün sınaq müddəti olur hər bir şəxs üçün. Biz baxırıq ki, bu insanın həqiqətən də müəyyən bir potensialı var. Bəlkə də bu insan dizayn eləyə bilmir. Bəlkə də bu insan satış eləyə bilmir.
Bəlkə də bu insan bu günə qədər proqram yaza bilməyib, amma potensialı var. Baxıram ki, bunun potensialı var, öyrənmək istəyir. Biz onu götürürük, müəyyən bir şəxsin, müəyyən bir əməkdaşımızın yanında başlayır öyrənməyə, təcrübəli bir şəxsin yanında. Başlayır öyrənməyə, öyrəndikdən sonra biz artıq onu işlə təmin edirik. Bu ola bilsin ki, bizim şirkətdə oldu. Bu ola bilsin ki, bizim hansısa bir tanış şirkətdə oldu. Biz onu işlə təmin edirik. Bizə lazım olmaz, amma onlara lazım olar. Bizdən soruşurlar. Bu var belə deyim sahibkarlar arasında. Hə, məsləhət gördüyünüz filan şəxs varmı? Deyirik ki, hə məsəl üçün biz sizə belə bir şəxsi yönləndirə bilərik. Sırf bizim təcrübəmizdən keçən bir insandır. O şirkətlərə deyirik ki, gəlsin, danışın, istəyirsinizsə sizlə iş işləyə bilər. Çünki biz buna bələdik. Bunun işinə, bu insanın işinə bələdik. Belə. Bu podkastı izləyənlər iş tapa bilər onda belə deyək. Təbii ki. Bir neçə işi bir arada idarə etmək, sistemləşdirmək çətindirmi? Bunun çətinlikləri nələrdir? Bunun çətinliyi odur ki, atalar sözü var. Bir əldə iki qarpız tutmaq olmaz. Bu belə idi. Amma insandan insana dəyişir. Düzgün sistem qurandan sonra, düzgün iş idarə etməyə bacarandan sonra bir əldə 5 qarpız tuta bilərsiniz. 5 işdə birdən görə bilərsiniz. Çünki atalar sözünü səhv çıxardıq. hə, normal bir şey. Bütün bizim gördüyümüz işlər bir-birinə əlaqəlidir, connectiondadır. Biz məsələn proqram tərəfini görürüksə, proqram tərəfinin marketinqə bir qoşması olur. Marketinqin proqrama bir qoşması olur. Təhsilin bu ikisinə bir qoşması olur və bu zaman nə olur? Avtomatik olaraq və komandada hər biri bu işlərlə məşğul olan şəxslər olduğu üçün satış da bunlara daxildir. Biz bunları sistemli şəkildə idarə edə bilirik. Çünki vaxtı ikən mən özüm tək başıma eləmişəm bunları. Tək başıma etdikdə yorulurdum. Burada sistem yox idi, tək idim. Tək nə olurdu? Satışı özüm edirdim, reklamı özüm edirdim, gələn müştərinin özüm görüşürdüm, xidməti özüm etməyə başlayırdım. Məsələn, proqram tərəfdən olsun, müəyyən bir reklam tərəfləri olsun. Amma düzdür, kənardan freelance olaraq dəstək alırdım. Dizayn dəstəyi, video dəstəyi və s. Amma bunların hamısını özüm etdikdə yorulurdum. Yorulduğum zaman artıq o biz necə keyfiyyəti tam olaraq ötürə bilmirik. Dəyəri tam olaraq qata bilmirik müştəriyə və yaxud şirkətə. Bu zaman nə oldu? Artıq sistemləşmə başlayır. Sistemləşmə nə edir? Deyir ki, bu departament bu işlə məşğul olacaq. Yəni bu da doğrusu departament deməyək. Bu komanda bu işlə məşğul olacaq. Bu komanda bu işlə məşğul olacaq. Bu hər iki komandanı ayırdıqda və aralarında bir əlaqə qurduqda, komanda deyir ki, mənə dizayn lazımdır, gedim dizayn komandasına. Dizayn komandası deyir ki, mənə məsəl üçün videodan çəkilmə bir kadr lazımdır, oradan götürüm, gedim video komandasına, edit komandasına. Gedir ondan istəyir. Gəlir bu deyir ki, okey, hamısının mövzuslara bağlanır satışa. Bu komandaların iş görməyi üçün satış nə edir? Gəlir deyir ki, sizin nəyə ehtiyacınız var? Sizin məsəl üçün ehtiyacınız var müştəriyə. Mən sizə müştəri gətirəcəm. Çünki hal-hazırki vəziyyətdə işləmək iş yoxdur da, yəni belə deyək, iş yoxdur və yaxud iş azdır və yaxud yer var. Digər tərəfdən də bir insan resursları deyək, böyük şirkətlər üçün deyək, yəni sistemləşmədən danışıram. İnsan resursları gəlir baxır ki, şirkət daxilində məsəl üçün müəyyən vakant yerlər var. O da öz işini həyata keçirməyə başlayır. Və nə olur? Bir insanın üzərinə bu 5-i yükləmirsiniz. Hər biri sistemləşmiş formada, sadəcə olaraq aralarında əlaqə var və o insanlar deyir ki, biz rahat şəkildə artıq işimizi görürük. Çünki gedib dizaynerdən video istəmirik, edit işi görən insandan dizayn istəmirik. Satışa gəlib nəyə görə reklam getmir demirik. Reklamçıya gedib nəyə görə satış yoxdur demirik. Hər bir insan, hər bir belə deyək məsələni öz mütəxəssisindən soruşuruq. Hər birində başında bir şəxs durur və artıq burada ən başda duran şəxs isə hər birinə cavabdehdir. Bəli. Sadəcə olaraq onun məqsədi odur ki, onun əsas belə deyək işi odur ki, o sistemi idarə etməyə bacarsın. O çarx dönsün. O çarx dönsün, bəli. Yəni saatın içərisindən çarx kimi. Amma bir dənəsi balaca olur, kənarında olanları o döndərir. Bu da onun kimi, yəni onlar dönməlidir ki, yuxarıdakı işləsin, yuxarıdakı da onları döndərməlidir ki, onlar işləsinlər. Sistemləşmə olduqdan sonra bir işi də görə bilərsiniz, 5 işi də görə bilərsiniz. Bu elə bir ki, tək əldən səs çıxmaz da. Bəli, bəli. Təhsil mərkəzi var. Biz deyirik ki, məsəl üçün təhsil mərkəzi üçün nə etməliydik? Biz gedib kənardan xidmət almalıydıq. Amma biz Markot Media olaraq zaten xidmət veririk. Düzdür? Bunu bununla əlaqələndiririk. Öz şirkətimizdən dəstək alır. Eyni zamanda Markot Mediaya stajyor lazımdır. Markot Education'dan stajyor götürür. Bu zaman nə olur? Artıq sistemləşmə əlaqə yüksək səviyyədə davam edir. Sabah bir gün bunun başqa qolları da olsa, yenə o sistemləşmiş formada işləməyə başlayacaq. Çox təşəkkür edirəm. Çox maraqlı bir podkast oldu. Düşünürəm ki, bu podkastı izləyən şəxslər çox təcrübələnəcəklər, həm iş tapa biləcəklər, həm çox məlumatlanacaqlar. Bir daha təşəkkür edirəm gəldiyiniz üçün. Aslan bəy də bizə tort gətirib. Hər kəs üçün gətirirdi, mən də tort gətirmək istədim. Bəli. Bütün komandanı düşünərək gətirib. Təşəkkür edirik. Mən sizə də təşəkkür edirəm. Yenə deyirəm dəvətiniz üçün, belə bir layihəni ərsəyə gətirdiyiniz üçün həm sizə, həm komandanıza.
Gənclərə də onu demək istəyirəm ki, hal-hazırda heç nə üçün gec deyil. Yəni nə qədər tez başlasaz, o qədər yaxşıdır. Həm karyeranıza, həm də müəyyən bir bazarınız varsa, o bazarın arxasınca gedin. Bəlkə siz də bir şirkət qurdunuz, bəlkə siz hansısa bir sahədə mütəxəssisləşdiniz. Əsas odur Azərbaycanda bu infrastrukturu inkişaf elətdirək. Bizi izlədiyiniz üçün təşəkkürlər. ProTax izləyiciləri abunə olmağı, rey yazmağı, reylərdə görmək istədiyiniz qonaqları qeyd etməyi unutmayın. Here we go.